بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله الحمد لله الذي رضي الإسلام للمؤمنين دينا ونصب الأدلة على صحته وبينها تبينا وغرس التوحيد في قلوبهم فأثمرت بإخلاص فنونا وأعانهم على طاعته هداية منه وكفى بربك هاديا ومعينا اللهم صل على محمد وعلى آل محمد كما صليت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد وبارك على محمد وعلى آل محمد كما باركت على إبراهيم في العالمين إنك حميد مجيد. Değerli kardeşler, yani bugünler münasip olaraktan mevzumuz elə bu günlerden olacak. Bildiğimiz ki Allah Subhanahu ve Taala özünü kamilleştirmiş ve biz kullar için bize lazım olan her bir şeyi bizlere sunmuştur, bize erz etmiştir. Ve bunlardan birisi de bu ibadetler içerisinde de olan en efsel ibadetlerden biri de bu günlerde o da İslam'ın rükunlarından var. Həc ibadetidir. Bu da yani ümmetin həc, ümrə, ibadetler hamısındaki yani bunların məşru qılınmasındaki yegana bir məqsəd var ki o da Allah Subhanahu ve Taala'nın şənini ucatmaq, yani la ilahe illallah etrafında toplanmaq, Allah'a həqiqi qulluğumuzu ərz etməkdir. Bildiğimiz kimi Allah Subhanahu ve Taala illər içerisinde müəyyən ayları, müəyyən geceleri, müəyyən günleri bizler o günlerde, o gecelerde, o aylarda savab, xeyir, ibadetlerimizi daha güzel şekilde etmemiz için Allah Teala onları bize əta etmiştir, vermiştir. Ve her bir ağıllı kimse de bu günlerden istifade etmelidir. Şimdi bizim de içimizde olduğumuz günlerde Allah Teala dergahında yani misli beraberi olmayan yani ağılın, idrakenin, düşüncenin çatmayacağı kadar xeyirlerin bol olduğu bir günler içerisindeyiz. Bu günler ki yani o günde ilayan ibadetler Allah Subhanahu ve Taala'ya başka günlerden ile ibadetlerden daha efseldi, daha üstündü. Yani mevzumuz da bundan ibarettir ki yani bu günlerde efdalu a'mal fi aşr Zülhicce. Yani biz Zülhicce ayında edilecek en üstün emeller hansılardır? Ümumiyyətlə bilsək ki, bu ay, bu günler içerisinde, bu 10 yani ta bayram gününe kadar olan bu günler içerisinde biz əlavə bir içtihatla, əlavə bir yani səy göstermekle ibadetlere atılmalıyıq. Necə ki, rivayet olunur ki Peygamberimiz sallallahu aleyhi ve sellem Ramazan daxil olduqda başka aylara nisbətdə ibadetlere, Kur'an'a daha çok üstünlük vererdi. Axırı 10 günler girdikdə bütün iş beşine atar, yani özünü ta Allah için ibadete vererdi. Ve bəzən sələflərdən rivayet olunur ki onlar necə ki Ramazan ayı daxil olduqda işlerini atarlar, dəstlərini atarlar. Həmçində Zülhicce ayının 10 günü daxil olduqda eynilə bu 10 günde özlerini ibadete vererler. Çünkü bu ayda edilecek her bir ibadet başka günlerde edilecek ibadetten daha üstündür. Bu ayda edilecek elbette ki ibadetler üstündür. Güzel Allah Teala dergahında fəzilət kazanır. Baxaq biz bu Zülhicce ayının fəziləti nedendir? Neler bahsedilir? Yani burada ne fəzilət var? Birinci Allah Subhanahu ve Taala öz kitabında bu aya ne deyir? Bu günlere Allah Teala and içir. Vel iqsamu bi'şey'in delilun ala ehemmiyeti ve adad ni'amihi. Yani Allah Teala'nın bir şeye and içmesi hemen o and içilenin mühim ve Allah Teala dergahında əzəmətli olmasından haber verir. Allah Teala bir şeye and içerse o and içilen Allah Teala nezdinde mühimdir. Yani bizler için ehemmiyetlidir. Ve həmçinin bizler için onun faydası, səmərəsi daha çoxdur. Allah Teala buyurur: "Vel fecr ve leyalin aşr." Fecre ve 10 güne and olsun diye Allah Teala. Qal İbn Abbas ve İbn Zübeyr ve Mücahid
ve gayri vahid min es-selef ve'l halef, yani İbn Abbas, İbn Zübeyr, Mücahid ve başka selef deyirlər ki, yani vel fecr ve leyalin aşr, ve leyalin aşr dedikdə 10 günlər deyilir ki, buradaki inneha aşr zülhicce. Bunun Zülhicce'nin ilk 10 günü olduğu bildirilir. Qal İbn Kesir ve huve sahih. İbn Kesir de der ki bunun Zülhicce'nin ilk 10 günü olması sahihdir. Ve həmçinin Peygamber sallallahu aleyhi ve sellem bu günlerin fəziləti barəsində bizə bildirmiştir ki, der ki Allah Resulü sallallahu aleyhi ve sellem مَا مِنْ عَمَلٍ أَزْكَى عِنْدَ اللّٰهِ عَزَّ وَجَلَّ وَلَا أَعْزُمَ أَجْرًا مِنَ الْخَيْرِ يَعْمَلُهُ فِي عَشْرِ الْأَضْحَى. Der ki Peygamberimiz, uca Allah yanında Kurban Bayramı'nın ilk 10 gününde edilen yaxşılıklardan daha sevimli ve savab baxımından daha büyük hiçbir əməl yoktur. Bu günlerde edilecek, bu 10 günde edilecek əməllər Allah Teala dərgahında, yani belə deyək də, dünya günlərinin en fəzilətli günüdür. Sen bir təsəvvür et. Yani dünya günlərinin en fəzilətli günlərindəndir. Həmçinin İbn Abbas'tan gelen hədisdə Allah Nəbisi sallallahu aleyhi ve sellem der ki, مَا مِنْ اَيَّامٍ عَمَلِ صَالِ فِيهِنَّ أَحَبُّ اِلَى اللّٰهِ مِنْهُ فِي هَذِهِ الْاَيَّامِ الْعَشَرِ. Uca Allah yanında Kurban Bayramı, yani bu günler arafesinde Allah yanında salih emellerin görüldüğü Zilhicce ayının ilk 10 gününden daha sevimli olduğu günler yoktur. Ha? Allah Teala yergahında salih emellerinin göründüğü Zilhicce ayının 10 gününden daha faziletli bir gün aktarmıyor. Yani bu fazilet, yani o kadar muhteşem bir fazilet var ki, yani kimse bu günlerde adi bir hayır emel ederse, elbette ecri Allah Teala dergahında qat-qat verilir. Peygamber sallallahu aleyhi ve sellem deyirkən, Peygamber sallallahu aleyhi ve sellem deyir ki, Allah Teala'ya en hoş gelen emel bu ayın 10 günlerinde ile emellerdir, 10 günde ile emellerdir. Soruşurlar ki, qalu vel cihadu fi sabilillah. Yani bu cihad da mı? Çünkü Peygamber sallallahu aleyhi ve sellem mütlak olaraktan yani buna benzer bir emelin olmadığını bildirdi. Ve sahabeler de öz zihinlerinde Peygamberden eşittikleri cihadın fəzilətini bir anlık bu sözle karşılaştırdılar. Ya Resulallah, Allah yolunda edilen cihad bəs. O da ondan da ondan daha mı üstündür? Peygamber sallallahu aleyhi ve sellem dedi ki, "Velel cihad fi sabilillah." Bəli, cihad da Allah yolunda edilen cihad da daha üstündür. Lakindir bir kimse haraca bi nefsihi ve malihi ve lem yerce min zalike bir şey. Lakin bir kimse istisnadır ki o canı ile malıyla çıkar ve hiç nesiz geri qayıdır. Bu da yani bu istisna olmakla yani bu 10 gün içerisinde edilen əməllərə beraber olacak hiçbir əməl yoktur. Yani şərt deyil, büyük bir əməl. Adi bir ilk 10 günde edilecek əməllər. Adi bir ettiğin her hansı bir zikir fərqi etmez. Her hansı bir zikrin növü. Ayrı vaxtlarda edirdin. Bu ayda da onu əlavə çoxalsan fəzilət daha da çoxalır. Ve həmçinin Peygamber sallallahu aleyhi ve sellem'le rivayet olunur ki burada başka bir lafza gelir. Ma amela azka indallahi azze ve celle, daha üstün veya ecri daha çok, o da ki bayram gününden evvelki, yani bayram gününe kadar olan Zülhicce ayındaki olan günlerdir. Peygamberimiz sallallahu aleyhi ve sellem bu günlerde bizi salih emeller işletmeye heveslendirmiştir. Çünkü bazen zaman bakımından ve mekan bakımından o arada olan, yani o zaman veya mekan fəzilət kazanır, değer kazanır. Bize nispette zaman daha üstündür. Yani li şeref izlemel misli ehlil amsal. Çünkü bize nispette zaman değil 10 gün. Həmçinin mekan baxımından da ki həcdə olan kimsələr. Çünkü o günde, o vaxtlar, o günler, yani o mekan baxımından onlar için olan o daha əfsəldir. Ama bizler için zaman mesela 10 gün daha üstündür. Ennehu emr fiha bi kesreti tesbih ve tahmid ve tekbir. Peygamber sallallahu aleyhi ve sellem bu günlerde Subhanallah, elhamdülillah, Allahu Ekber zikrini çoxaltmamızı bize emretmiştir, buyurmuştur. Nece ki
Abdullah ibn Umar'dan gelen hadiste Allah Resulü sallallahu aleyhi ve sellem der ki: "Ma min ayyamin a'zamu indallahi ve la ahabba ileyhi'l amel fihi min hadihi'l ayyam'l 10." Allah Teala, Allah yanında salih amellerin görüldüğü Zilhicce ayının ilk 10 günden daha üstün Allah için daha üstün sevimli amel yoktur. Sonra diyor ki Peygamber sallallahu aleyhi ve sellem: "Fe'aksiru fihinne mine't-tehlil ve't-tekbir ve't-tahmid." Öyleyse bu günlerde la ilahe illallah zikrini, tekbiri ve tahmidi çoğaldın. La ilahe illallah ve tekbir ve tahmid. Bugün arefesinde tekbir diye ki bu haccin, bu 10 günün diye ki en güzel ibadetlerinin birisi de tekbir getirmeydi. Yani Allahu Ekber, Allahu Ekber. Her bir handa, yani ümumi olarak tekbir getirmek faziletli əməllərdən sayılmaqdadır. Yani her hansı bir yerde, evinde olduğunda, yolda giderken vesaire. Ve bunun faziletindendir ki, yani bu 10 günün faziletindendir ki fiha yevm Arafa. Bugün de Arafa kimi güzel, değerli bir gün vardır. Ve huvel yevmul meşhud ellezî ekmelallah fihi dîne ve siyâme yukeffiru âthâme seneti. Allah Teala o gün şahit olunan gündür. Arafa günü şahit olunan gündür. O günde Allah Teala öz dinini kamile erdirmiş ve o günde tutulacak oruç 2 ilin günahına keffaredir. Bu da Peygamberimizden yani sahih hadiste öz yerini takmıştır. Mə hiyə əfdalul ə'mal fi əşridil hiccə? Yaxşı dedik. Bu günlərdə edilecek əməllər fəzilətlidir. Yaxşı, yani biz hansı əməlləri edək? Hansı zikirlər edək ki, hətta biz özümüz o xeyirlərdən payımızı alaq? Hansıdır? İnnə idrakə hədəl əşir ni'mətin azimə minallahi ta'ala. Bilməyimiz ki, biz əgər bu günləri yaşayırıqsa, bu günlər içərisindəyiksə, bu əlavə Allah Teala'nın bize verdiği bir əlavə bir fəzilətdir. Çünkü ibadet eden bir kimse bu günlerde yani hiçbir zikirden, ibadetten özü məhrum etmir. Deməli, əlavə olarak senin bu günde əlavə bir ibadet etmesen, buna çıxmağın ve əvvəlki günlərdə ettiğin ibadetler etmeyin əlavə bir fəzilətdir. Sənə köməkdir. Birinci hansı ibadet daha üstündür bu günlerde? Birinci əs-siyamu fi əşridil hiccə. Zilhicce'nin 9 günü oruç tutmak. Bu günlerde bacaran bir kimse için 9 gün oruç tutmak. Bunun nedir? Yestehsin siyam hadil eyyam ev teyesser minha li'anne Nebi sallallahu aleyhi ve sellem hasse ala amel salih fi hadil eyyam. Demek kime rahattırsa, kim bacarırsa bu günlerde oruç tutmak onun için daha üstün. Çünkü Peygamber sallallahu aleyhi ve sellem bizleri umumen bu günlerde, bu aylarda, yani bu günlerde salih emeller işlememizi bizi heveslendirmiştir. Ve min salih emellerden de oruç da nedir? Salih emellerin içerisinde en başta gelendir. Ve siyam min afdal a'mal fi ashril hicce. Bu Zülhicce ayının 10 gününde edilecek, evvelki 10 günde edilecek emeller içerisinde oruç da en üstün ibadetlerden sayılmaktadır. وَلَا شَكَّ أَنَ عِبَادَةَ الصِّيَامِ عُمُومًا مِنْ أَفْضَلِ الْاَعْمَالِ عِنْدَ اللّٰهِ تَعَالَى. Ümumet desek, yani bunun için hususi bir delil aktarmaya ihtiyaç yoktur ki Peygamberimiz sallallahu aleyhi ve sellem bu 9 günde oruç tutup ya tutmuyor. Bunu aktarmaya ihtiyaç yoktur. Çünkü sen eğer bilirsen ki bu günlerde edilen ibadet evvelki günlerde edilen ibadetlerden daha üstündürse ve oruç ibadettirse ona o xeyirdə özünü daxil edir. Çünkü Allah Teala oruç barəsində deyir ki kullu amel bani Adem lehu illa siyam fe innehu li ve ana eczi bihi. Adem evladının ettiği her bir amel özü üçündür. Yani özü kazanır savabı. Lakindir ki orucun savabını mən ona xüsusi olaraktan bunun değerinin yüksek olduğundan ona
değeri, onun mükafatını mən özüm şəxsən verəcəm deyir Allah Teala. Əxrəcəhu Buxari. Birinci, bu günlerde bacaran kimsə bir gün belə olsa oruç tutması, yani Arafa günündən başqa, yani oruç tutması əlbəttə ki, Allah Teala dərgahında insan üçün mükəmməl əməllərdən sayılmaqdadır. İkincisi, siyam yevmə Arafa. Yaxşı. Bu 10 gün, ilk 10 gündə oruç tuta bilmədin, lakin özünü bir günün orucundan məhrum etmə. Bir günün orucundan, o Arafa günü, yani bayram günü, əvvəlki günün orucundan özünü məhrum etmə. Ya'dəbsən yevmul Arafa min afdal a'mal fi 10 Zülhiccə. Dedik, Zülhiccənin ilk 10 günü ən fəzilətli əməllər, günlər içərisində ən fəzilətli günlərdir. Və o günlər içərisində insanın edəcəyi ən üstün, salih əməl isə 9-cu günü, bayram günü, əvvəlki günü Arafa orucunu tutmasıdır. Sahih Müslim'e geçen bir hadiste Allah Resulü sallallahu aleyhi ve sellem der ki: "Siyam yevmi Arafa ehtesibu alallah en yukaffe senetelleti qablaha ve senetelleti ba'daha ve siyam yevmi Aşura ehtesibu alallah en yukaffe senetelleti qablaha." Bu da Peygamber sallallahu aleyhi ve sellem bize hem Arafa'nın faziletinden ve hem de Aşura'nın faziletinden bize haber veriyor. Dedi ki Peygamber sallallahu aleyhi ve sellem Arafa günü tutulacak oruç ümid edirəm ki, keçmiş ilin ve gelecek ilin, yani bir il evvelden, bir il önceden olmak üzere insanın ettiği bir günahları keffaredir. Aşura orucu ise evvelki ilin günahlarına keffaredir. Burada keffare deyildikdə büyük günahlar yok. Mesela içki içmek, döyüş meydanından kaçmak, zina vesaire bunlar yok. Yani insanın ettiği küçük günahlar qəsd olunur. Büyük günahlar ise tutsan tövbe. En azından insan bilir ki bu bir gün oruç tutursan müəyyən bir saatler dahilinde ve bunun mükabilinde Allah Teala sana büyük bir mükafat verir. Elbette ki bu mükafata bizim çatmamız, bu mükafata nail olmamız için mütləkdir ki biz onun, yani bu hadisin etrafına, bu fəzilətin etrafında duran bunu yaşamalıyıq, bunu hissetmeliyiz ve buna iman getirmeliyiz. İman getirmeden, onun fəzilətini hissetmeden, o şuurla yaşamasan, yani ettiğin tek bu yok. Ettiğin hiçbir əməlin, ibadetin sana faydası yoktur. Ve həmçə vakana Nebi sallallahu aleyhi ve sellem yasum tis'atil hicce. Peygamber sallallahu aleyhi ve sellem Zilhicce ayının 9'u oruç tutar. Ve həmçinin bu da Hindu Huneyde İbni Halid an imraati an ba'd ezvacin Nebi sallallahu aleyhi ve sellem qalet. Peygamber sallallahu aleyhi ve sellem'in bazı zevcelerinden rivayet olunur ki Peygamber sallallahu aleyhi ve sellem Zilhicce ayının 9'u ve həmçində Aşura günü ve her bir aydan 3 gün Yevmül İsneyn ve yani birinci gün ve dördüncü gün oruç tutardı. Yani bu ayda, həftədə ve günler içerisinde Peygamber sallallahu aleyhi ve sellem bu ibadetler eder. Ve həmçinin bu Zülhicce ayının əvvəlki 10 gün eləcək ki, 3-cü əməllərdən dua yevmi Arafa. Hem orucuq ve hem de onun dahilinde duaya üstünlük vermeye lazım. Dua etmeye. Dua hem senin özün için has olan dualar ve hem de Müslümanların ıslah olması, Müslümanların bir olması, hemrey olması, mehribançılığın, birliğin olması için etmemiz vacip olan emellerdir. يوم عرف من أيام التي ينبغي للمسلم أن يعتني بالدعاء فيها فيدعو بمأثور عن النبي صلى الله عليه وسلم ve gayrihi. Yani bugün içerisinde hem Peygamberimizden sallallahu aleyhi ve sellem'le rivayet olmuş müəyyən duaları veyahut da ki özünün istediği istek dualarını etmesi de lazımdır. Kema yekthiru min et-tesbih ve et-tehlil ve tekrar nahvi min azkar. Yani bugün de yani o hemenki oruç tuttuğu Arafa gününde tehlil, tesbih ve tekbir bu kimi ibadet zikirleri çoxaltmalıdır. Allah'ı zikretmeyi çoxaltmalıdır. Yaxşı, Arafa günü dedik hem oruç tutmaq,
həm də xüsusi yox, həm də ümumi insan dua etməsi yaxşı. Bu gündə ediləcək ən əfsəl dua hansıdır? Və əfdalu dua yevmə Arafə huvə mə cə min fi hadithi Amr ibn Şuayb an abihi an cəddihi yani Abdullah ibn Amr enne Nebiye sallallahu aleyhi ve sellem qala, yani bu Peygamber sallallahu aleyhi ve sellem'e varid olmuş duadır ki, yani Arafa günündə xüsusi olaraq abi var, ümumi sənin istək duaların, ehtiyac duaların həm sənin məsləhətin üçün, həm ev əhli üçün, həm də ki qardaş, tanıdığın qardaş bacıların üçün və həmçinin ümumi müsəlmanlar üçün. Bir də var ki, xas o günə aid olan başqa dualardan əfsəl olacaq dua. O da hansıdır? Peyğəmbərimiz deyir ki, xayru duai dua yevmi Arafa. Arafa günü ediləcək ən üstün, ən xeyirli dua. Və xayru ma qultu ana və dediyim dualar içərisində dediyim ən xeyirlisi və ən-nəbi və nəbiyyun min qabli və məndən əvvəlki peyğəmbərlərin də, nəbilərin də dediyi duadır ki, o da la ilahe illallah vahdehu la şerike leh lehul mulku ve lehul hamdu ve huve ala kulli şeyin kadir duasıdır. Akhracahu Tirmizi ve hasenul Elbani. Ne için bu dua başka dualardan daha üstün olur? Neye göre? Çünkü burada tevhid birbaşa zahirdir burada. Yani her kelimesi baksak ki yani öyle bir kelime yok ki orada la, yani Allah Teala'nın vesfi, ucalığı orada olmasın. La ilahe illallah, ilk la ilahe illallah, yani Allah'tan başka ibadeti hak mebud yoktur. Sonra vahdehu, o tektir. La şerike, onun şeriki yoktur. Lehul mulku, mülkün sahibi yine de Allah'tır. Ve lehul hamdu, hamd Allah Teala'dır. Sonunda ise ve huve ala kulli şeyin kadir. Ve Allah Teala bildiğimiz, bilmediğimiz her bir şeye kadir olan yine Allah Teala'dır. Yani burada bak, la ilahe illallah vahdehu la şerike lehul mulku ve lehu hamısı Allah Teala'nın əsli sifətlərindən vəsf edir. Belə olduqda ümumiyyətlə hər hansı bir dua olsun. Onun içərisində baxsaq ki, Seyyidul istiğfar eşitmişsiniz də. Tövbələrin, istiğfarın seyyidi orada nə ilə başlayır? Allahümme ente Rabbi la ilahe illallah. Deməli, la ilahe illallah daxil olan elə bir zikir yoxdur ki, o Allah Teala dərgahında üstün olmasın. Və əgər biz də o zikri öz dilimizdə çoxalsaq, deməli, əcr baxımından Allah Teala dərgahında daha xeyrə nail olaraq. Bir dənə belə incə bir məqam var ki, onu çatdırım. Ümumiyyətlə, biz ibadət etdiyimizdə və sədəqə verdiyimizdə biz onu müqabilini gözləyərəkdən belə mübadilə məqsədilə etməməliyik. Alış-veriş məqsədilə etməməliyik. Çünki bəzi hədislər var ki, yəni eşitmişik ki, insanın sədəqə verməsi malı çoxaldır. Bu, yəni qaçılmaz bir insan sədəqə verməsi malı çoxaldır. Lakin insan sədəqə verməməlidir ki, malı çoxalsın. Və ki, insan Allahı zikr etməməlidir ki, bu günlərdə müəyyən bir əcir var, böyük əcir, mən ona nail olacağım. İlk insanın bu ikinci planda olmalıdır. İlk olmalıdır ki, Allah Teala bütün vaxtlarda ibadəti daha layiqdir. Lakin bu günlərdə əlavə bir fəzilət var. Və mən də o Allaha daha çox ibadətimi göstəreyim. Çünki Allah Teala buna layiqdir. Allah Teala buna layiqdir. Bunu umaraqdan kimsə Allahı xatırlayarsa və məqsədi bu olarsa, sədəqəsi olarsa ki, sədəqə, yəni Allah Teala'nın razılığını qazanmaq, bir bəxləntisi olmadan, əlbəttə, yəni bu ibadət Allah Teala dərgahında daha gözəl dəyər qazanar. Və həmçində başqa bir hədisdə Abdullah ibn Amr radiyallahu anhudan gəlir ki, Abdullah ibn Amr قال كان أكثر دعاء رسول الله صلى الله عليه وسلم يوم عرفة. Bunu da Abdullah ibn Amr Peyğəmbərimizdən rivayet edir ki, yəni bu Abdullah ibn Amr bu hadisi belə mənasını oxuduqda biləcək ki, o insan sahabə
Peygamber sallallahu aleyhi ve sellem'le beraber bir məna olaraktan Arafada yanında olub. Belə bize hadisin zahiri bunu gösterir ki, der ki Peygamber sallallahu aleyhi ve sellemin Arafa günü ettiği en çok dua buydu. Bu da la ilahe illallah vahdehu la şerike leh lehul mulku ve lehul hamdu ve huve ala kulli şeyin kadir. İki ihtimal var ki ya bunu eşidip kimdense veyahut da ki özü Peygamberle sallallahu aleyhi ve sellemle beraber olup ve o günde o saatler sayılı saatler içerisinde Peygamberimizin sallallahu aleyhi ve sellem hansı duaya üstünlük verdiğini öz gözleriyle şahit olup ve onu da özden sonra gelen insanlara çattırıp. Hadis Hasendir, Ravahu Ahmed. Sonra kesretü zikir. Allah Teala'nın bu günlerde çoklu zikretme. Zikre her bir şey dahildir. Her bir şey dediği yani Allah'ı hatırlıdır. Senin Subhanallah'ın, Elhamdülillah'ın, La ilahe illallah'ın hamısı buna dahildir. Ve bu günlerde edilecek en üstün belə deyək də həccin şuarlarından, yəni ki əlamətlərindən odur ki tekbir zikri, tekbir getirmək. Her bir halda oturduğun zaman, durduğun zaman, yol gittiğin zaman her bir halda tekbir. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. La ilahe illallah ve Allahu Ekber, Allahu Ekber ve lillahil hamd. Allahu Ekber kebiren velhamdülillahi kesiren. Mesela bu kimi zikirler etmek daha üstünlük kazanır. Yani zikirler içerisinde. Hem Allah Teala buyurur ki وَذْكُرُ اسْمَ اللّٰهِ فِي اَيَّمْ مَعْلُومَاتِ. Yani müeyyen günlerde, malum olan o günlerde Allah'ı zikredin diye Allah Teala. وَذْكُرُ اسْمَ اللّٰهِ فِي اَيَّمْ مَعْلُومَاتِ. O malumat da hansıdır? Zilhicce'nin ilk 10 günü. Diyor ki o malum günlerde Allah Teala'nı zikredin. وَيَذْكُرُ اسْمَ اللّٰهِ وَيَذْكُرُ Allah Teala burada indiki zamanda işlettiği fiili yani emir bakımından. Yani onu bildirir ki yani bu günler içerisinde daima zikirde ol. Daima Allah'ı hatırla. Kale İbn Abbas ve Şafii ve Cumhur. İbn Abbas ve Şafii ve Cumhur alimler derler ki oradaki eyyamul ma'lumat eyyamul aşr. Nedir bu? Eyyamul aşr. Zülhicce ayının ilk 10 günüdür. وقال الإمام النووي واعلم أنه يستحب الإكثار من الأذكار في هذا العشر زiyadeten ala gayrihi. İmam Nevevi dedi ki yani has olan bu ilk 10 günde başka günlere nispetle zikri daha çok atmak. Nece ki biz Ramazan dahil olsak başka günler nispetle Kur'an daha çok aldırdık. Bu günlerde hemçin zikri daha çok atmalıyız. Ve hemçinde bu günlerde edilecek emellerden kimi güç çatırsa mesela diyor ki hac ve ümre. Ondan sonra da bu günlerde edilecek emellerden sonuncu ise el-zebhu el-udhiye. Kurban kesmek. El-zebhu el-udhiye min al-a'mal ceri ve yekunu fi ahyam min eyyam al-ashr. Birinci günden ta 9'a kimi müəyyən ibadetler var. Ve 10. günde de edilecek değil. Burada biz 10 gün değil. 10 gün. Bizim 9 güne kim eden ibadetler var. Ve 10. günde de edilecek en üstün ibadet var. Aydın. O da o günde edilecek yani 10. günü, bayram günü insanın edeceği en üstün ibadet de kurban kesmesidir. Yevmi idil adha. Vel udhiye min yadbaha şükran lillahi ve tekarrub ila min amel hayat. Yani bunu da Allah Teala'ya şükür olaraktan, Allah Teala yakınlaşma olaraktan insan bu emele kalkışır. Bu da hem Kur'an'da hem de sünnede ve hem dinde icmada öz eksini takmıştır. Allah Teala buyurur ki فَصَلِّ لِرَبِّكَ وَنْحَرْ. Rabbin için namaz kıl ve kurban kes. وَالْمَقْسُودُ كَمَا قَالَ أَهْلُ التَّفْسِيرِ فَصَلِّ عِيدَ الْأَضْحَى. Bayram namazını kıl وَنْحَرْ الْبَدَنَ بَعْدَهَا. Bundan sonra kurban kes. Kurban kesmek de burada yani hem deve hem inek ona dahil olur. Mesela için camış, inek, mesela dana, öküz vesaire. Ve hem içinde ondan sonra kişi hırda boynuzlu. Yani orada ayedeki yani beden delikte orada
dəvə qəsd olunur. Yəni ümumiyyətlə orada Allah Teala bize ümmetten qurban kesmemizi buyurur. Xüsusi olarak da yox, ümumi olarak da. Ve həmçinin Ayşe radıyallahu anh'dan rivayet olunur ki, enne Resulullah sallallahu aleyhi ve sellem emara bi kepşi akran yata fi sevadin ve yabraku fi sevad ve yanzuru fi sevad. Peygamber sallallahu aleyhi ve sellem özü için kesmesi için daha yani ayağı böyle alt tarafı, ayakları ve həmçinin gözünün etrafı qara rəngdə olan bir buynuzlu qoç gətirilib kəsilməsinin Peyğəmbər sallallahu əleyhi və səlləm əmr edir. Fəqalə ləhə gətirilir həmən ki vəsifdə olan heyvan. Məsələn belə deyək, alt hissəsi və gözünün ətrafı belə deyək ki, ağ qara qarışıq, ağ daha çoxdur. Belə buynuzludur. Bunu Peyğəmbər sallallahu əleyhi və səlləm istəyir ki, gətirsinlər. Və Peyğəmbər sallallahu əleyhi və səlləm Ayşə radiyallahu anh deyir ki, həlummil mudyə bıçağı uzat. Thumma qala işhaziha bihacar. Onu daşa sürtərəkdən bıçağı itilə. Fəfəalət və Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu əleyhi və səlləmin əmrini yerinə yetirir. Thumma əxəzəha və əxədəl kəbşə fəətcə'əh thumma zəbəhə fəqalə. Peyğəmbər sallallahu əleyhi və səlləm bıçağı götürür, heyvanı yatdırır və Peyğəmbər sallallahu aleyhi və səlləm Bismillah Allahümme teqabbel min Muhammed ve ali Muhammed ve min ümmeti Muhammed diyerekten Peygamber sallallahu aleyhi ve sellem heyvanı kesir. Thumma dahha bihi. Sonra onu kesir. Ravahu Müslim. Yani bu günler içerisinde yani ahir bayram gününde insan ettiği ibadetler içerisinde en üstünü ise kurban kesmeydir. Sonuncu olarak da bunu dedik, tevbetü nasuh. Yani bu günler dedik, müəyyən fəzilətlər verirsə və bu fəzilətlərdən də biz müsəlmanlar özümüz üçün məhrum edək. Əslində biz bunu tövbə nasuhu, yəni salih tövbəni, yəni nasuh tövbəni biz ilk gündə etməliyik. Yəni gec deyil yenə də. Burada biz Zülhiccənin 3-ündəyik. Çünki ibadətlərdən insanın həzz duyması, ləzzət duyması, ibadətlərin şirinliğine varması üçün insan günahlardan təmizlənməlidir. Günah insanın bədənində ola-ola, qəlbi günah zülmətində qaraldığı halda insan mümkün deyil ki, ibadətlərdən ləzzət alsın, ibadətlərin şirinliyinə datsın. Bunun üçün də insanın ümumiyyətlə bütün ibadətlərə başlamazdan əvvəl və xüsusən ki, bu 10 günə daxil olmasından əvvəl insan tövbəsini yeniləməlidir. Tövbə hər zaman yenilənməlidir. Lakin bu günlərdə insanın xeyirlərə çatması üçün tövbəsinin yenilənməsi, yəni Allaha qayıtması, Allaha yönəlməsi, günahlarından peşman olmasını Allaha ərz etməsi, əlbəttə, yəni dediyimiz kimi, əməllər Allah Teala dərgahında qəbul olmaq üçün daha üstündürsə, demək tövbə edənin də əlavə bir savabı daha Allah Teala dərgahında daha üstündür. Belə. Allah Teala inşallah bizi bütün xeyirlərə müvəffəq etsin. Allah Teala bizləri özünün razı qalacaq əməllər etməyə müvəffəq etsin. Heç çətin deyil. Günlər sayılı günlərdir. Baxacaq, indi girmişdik, birazdan çıxacaq. Onun üçün insan özünü bu günlər içərisində başqa günlərin nisbətdə daha üstün göstərməlidir. Yəni özünü özünə göstərməli. Yəni kiməsə göstərmə yox. Yəni özünün bu günlərdə etdiyi ibadətinin dəyərini özü hiss eləməlidir ki, başqası bilməklə iş bitmir. Əlavə özünə yük qazanır. Yəni özü hiss eləsin ki, bu günlərdə eləyən ibadət özü hiss elədi ki, doğrudan da bu gündə eləyən ibadətlər başqa günlərdə eləyən ibadətlərdən daha üstündür, daha ləzzətlidir insana. Allah Teala bizə iştifadə etsin. Sallallahu aleyhi ve sellem Muhammed ve ala alihi ve sahbihi ve sellem.